Manipulyasiya. Bu sözü eşidən kimi, yəqin ki, ağlınıza ilk gələn şeylər aldatma, hilə, qaranlıq məqsədlərdir, elə deyilmi? Amma bəlkə də hər şey göründüyü kimi deyil. Düşünün ki, manipulyasiya sadəcə bir alətdir. Məsələn, bir çəkic kimi. Onunla möhtəşəm bir ev də tikə bilərsən, hər şeyi dağıda bilərsən. Gəlin elə bu gün bu görünməz oyunun pərdə arxasına birlikdə baxaq və görək əslində nə baş verir. Bəli, heç də səhv eşitmədiniz. Elə bu an, bəlkə də işdəsiniz, bəlkə evdə, ya da dostlarınızla adi bir söhbət edirsiniz. Fərqi yoxdur. Siz artıq bu güc oyunlarının tam mərkəzindəsiniz. Əsas sual isə budur, bu oyunda siz oyunçusunuz, yoxsa sadəcə bir oyuncaq? Görürsünüz, bütün məsələ niyyətdə gizlənib. Yaxşı, məsələn, bir həkim düşünün, xəstəsinə sağlam vərdişlər aşılamağa çalışır. Bu, əslində xeyirxah bir manipulyasiyadır, elə deyilmi? Ya da bir müəllim uşaqlara çətin bir fənni sevdirmək üçün onu maraqlı bir oyuna çevirir. Amma eyni texnikalar, eyni alətlər təbliğat üçün, yalan məlumat yaymaq üçün istifadə ediləndə tamamilə başqa bir mənzərə yaranır. Yəni, demək istədiyim odur ki, güc öz-özlüyündə nə yaxşıdır, nə də pis. Tamamilə neytraldır. Onu hansı tərəfə çevirəcəyimiz isə sırf bizim öz seçimimizdir. Yaxşı, gəlin indi biraz da dərinə gedək. Çünki bu, heç də hansısa uzaq, abstrakt bir fəlsəfə deyil. Yox, bu, bizim hər günümüzün, hər anımızın bir parçasıdır. Əminəm ki, bu hamımıza tanış gəlir. Məsələn, bir valideyn uşağına deyir ki, otağını səliqəyə salsan, səni parka aparacağım. Bu nədir? Bu, incə bir təsirdir. Və ya işdə bir həmkarınız yaxınlaşıb, deyir ki, ay aman, bunu səndən başqa heç kim edə bilməz, sonra da bütün işi sizin üstünüzə yıxır. Bax, bu kiçik, görünməz təsirlər hər an, hər yerdə baş verir. Ən qəribəsi də odur ki, biz çox vaxt bunun fərqinə belə varmırıq. Və düşünməyin ki, bu nəsə yeni bir şeydir. Qətiyyən, alətlər dəyişib, amma oyunun qaydaları, strategiyalar demək olar ki, 100 illərdir eynidir. Baxın, qədim Çində imperator rəqiblərini bir-birindən ayırıb, dezinformasiya ilə zəiflədirdi. 100 illər sonra Napoleona baxaq, o, bütün mətbuatı nəzarətdə saxlayaraq özünə bir xilaskar imici yaradırdı. Bəs bu gün isə sosial media influencerləri var, onlar bizdə fürsəti qaçırma qorxusu yaradırlar. Bilirsiniz o məşhur FOMO hissi və bununla da bizi nəysə almağa, nəysə etməyə təhrik edirlər. Yaxşı, bütün bu xarici təsirlərdən, oyunlardan danışdıq. Amma onları anlamaq üçün ilk növbədə öz içimizə baxmalıyıq. Bəli, bütün yol özümüzü anlamaqdan başlayır. Başqalarını oxumaq istəyirsənsə, birinci özünü oxumalısan. Mənbəmizdə buna çox maraqlı bir ad verilib. İrrasionallıq qanunu. İndi bir anlıq düşünün. Biz hamımız özümüzü məntiqli, rasional varlıqlar hesab edirik. Eləmi? Qərarlarımızı düşünərək verdiyimizi zənn edirik. Amma reallıq biraz fərqlidir. Əslində çox vaxt bizim emosiyalarımız, hisslərimiz sükan arxasında oturur. Onlar bizi gizlicə idarə edir. Bizi həqiqətə yox, inanmaq istədiyimiz şeyə inandırır. Məhz bu daxili mübarizədir ki, bizi ən zəif hədəfə çevirir. Bəs yaxşı, bu irrasionallıqdan necə çıxmaq olar? Necə daha məntiqli ola bilərik? Bunun üçün, baxın, 3 sadə, amma çox vacib addım var. Birincisi, öz qərəzlərimizi, yəni beynimizin bizə oynadığı o kiçik oyunları, o zehni qısa yolları tanımalıyıq. İkincisi, bilməliyik ki, bizi nə partladır? Hansı insanlar, hansı vəziyyətlər bizdə ani emosional reaksiya yaradır? Və üçüncüsü, ən əsası, bir vərdiş yaratmalıyıq. Reaksiya verməzdən əvvəl bir saniyəlik pauza verib düşünmək. Bu, özünü dərk etmənin təməlidir. Gəlin bu qərəzlərə bir neçə misal çəkək. Məsələn, təsdiq qərəzi. Bu o deməkdir ki, biz ancaq öz fikrimizi təsdiqləyən xəbərləri oxuyuruq, digərlərinə isə göz yumuruq. Tanış gəlir? Yaxud qrup qərəzi. Aid olduğumuz qrupun, məsələn, dostlarımızın və ya həmkarlarımızın fikirlərini heç bir tənqidi süzgəcdən keçirmədən qəbul edirik. Və əlbəttə, üstünlük qərəzi. Bu hamımızda biraz var. Yəni, özümüzü olduğumuzdan daha ağıllı, daha ədalətli, daha etik görməyə meyilli oluruq. Artıq özümüzün zəif tərəflərini biraz anladıqsa, indi növbəti mərhələyə keçə bilərik. Başqalarını, yəni digər oyunçuları oxumaq və onların maskalarının arxasını görmək. Bəli, maskalar. Baxın, bu sitat hər şeyi necə də gözəl ifadə edir. Biz həqiqətən də peşəkar aktyorlarıq. Hələ uşaqlıqdan öyrənirik ki, istədiyimizi əldə etmək üçün hansı üz ifadəsini taxmalıyıq, necə davranmalıyıq, hansı rol oynamalıyıq. Bu, bizim sosial DNT-mizə hopub. Məsələ də elə bundadır. Demək olar ki, hər kəs cəmiyyətə çıxanda diqqətlə hazırlanmış bir maska taxır. Amma heç bir maska mükəmməl deyil. Heç biri həqiqi duyğular, əsl niyyətlər həmişə bir yol tapıb o maskadakı xırdaçatlardan sızır. Bəlkə səs tonundakı ani bir dəyişiklikdir bu, bəlkə gözlərin bir anlıq parıltısı, bəlkə də saxta görünən bir təbəssüm. Məhz bu çatları görməyi öyrənmək, əslində pərdə arxasında nə baş verdiyini anlamaq deməkdir. Gəlin indi 3 fərqli, amma çox rast gəlinən zəhərli xarakter tipinə nəzər salaq. Birincisi, həddən artıq mükəmməliyyətçi. Bu insanlar hər şeyi özləri etmək istəyir, hər detala nəzarət etməyə çalışır. Amma aldanmayın, bu işin keyfiyyəti ilə bağlı deyil. Əsl səbəb onların başqalarından asılı olmaqdan, kiməsə etibar etməkdən dəlicəsinə qorxmasıdır. İkinci tip, dram cəlb edən.
Onlar ilk baxışdan çox cazibədar, enerjili görünə bilərlər. Amma həyatlarına biraz yaxından baxanda görürsən ki, bu sanki daimi bir fırtınadır. Həmişə bir münaqişə, həmişə bir problem. Onlar sanki xaosdan qidalanırlar. Və ən maraqlısı odur ki, hər hekayənin sonunda özlərini mütləq qurban kimi təqdim etməyi bacarırlar. Və nəhayət, üçüncü tip. Hamını razı salmağa çalışan. Bu insanlar həddindən artıq mehriban, həddindən artıq nəzakətli, hər şeyə hə deyən tiplərdir. Lakin bu, səmimiyyətdən çox bir müdafiə mexanizmidir. Onlar münaqişədən o qədər qorxurlar ki, bu rolu oynamağa məcbur hiss edirlər. Və bilin ki, o gülümsəmələrin arxasında çox vaxt bu rol oynamaqdan yaranan dərin bir inciklik, hətta qəzəb gizlənir. İndi isə keçək işin ən praktik tərəfinə. Gəlin görək bu manipulyatorların ən çox istifadə etdiyi alətlər, onların psixoloji kəlbətləri nələrdir? Birinci və bəlkə də ən güclü silah qarşılıq prinsipi. Bu bizim içimizdə çox dərinə kök salıb. Kimsə bizə bir yaxşılıq edəndə, hətta çox kiçik bir şey olsa belə, biz özümüzü şuursuz olaraq ona borclu hiss edirik. Sanki beynimizdə bir sayğac işə düşür və deyir, bu borcu qaytarmalısan. Bunun nə qədər güclü olduğuna dair klassik bir nümunə var. Hare Krishna eksperimenti. Təsəvvür edin, könüllülər küçədə insanlara heç bir səbəb olmadan sadəcə bir gül hədiyyə edirlər. Cəmi 25 sentlik bir gül. Amma bu kiçik, gözlənilməz jest o qədər güclü bir öhdəlik hissi yaradır ki, insanlar qarşılığında orta hesabla 3-5 dollar iyana verirlər. Dəhşətli dərəcədə effektiv bir texnikadır, elə deyilmi? Növbəti prinsip, qıtlıq. Çox sadədir, amma həmişə işləyər. Bir şeyin azaldığını və ya bitmək üzrə olduğunu bildiyimiz an, o şey gözümüzdə dərhal daha dəyərli olur. Ambarlarda son 2 ədəd. Bu təklif yalnız bugün keçərlidir. Bax, bu cümlələr birbaşa bizim bu zəifliyimizə işləyir. Və üçüncüsü, sosial sübut. Bu, bizim sürü instinktimizdir. Nəyin doğru olduğuna qərar verə bilməyəndə ətrafa baxırıq, görəsən hamı nə edir? Əgər hamı bir restorana axışırsa, biz də düşünürük ki, deməli, ora yaxşı yerdir. Beynimiz qərar vermək üçün bu qısa yoldan istifadə edir. Çünki bu, daha az enerji tələb edir. Yaxşı. Bütün bunları bildikdən sonra, biz indi bir yol ayrıcındayıq. Qarşımızda çox vacib bir seçim var. Və bu seçim bizim bundan sonraki reallığımızı tamamilə yenidən formalaşdıra bilər. Hansı yolu seçəcəksən? Birinci yol cəhalət və inkar yoludur. Yəni, bütün bu oyunları görməzdən gəlib, həyat şahmat taxtasında sadəcə bir piyada olaraq qalmaq və təbii ki, eyni səhvləri təkrar etmək. İkinci yol isə fərqindəlik və inkişaf yoludur. Yəni, bu bilikləri bir fənər kimi istifadə edib, aktiv bir oyunçuya çevrilmək, öz xarakterini, öz taliyini şuurlu şəkildə özün formalaşdırmaq. Və gəlin bir şeyi unutmayaq. Buradakı əsas məqsəd, əsl güc, başqalarını manipulyasiya etməyi öyrənmək deyil. Qətiyyən. Əsl güc, mənbənin də dediyi kimi, üstün xarakteri sahib olmaqdır. Yəni necə? Yəni möhkəm, dözümlü, özünü tam dərk edən və ən əsası, başına nə gəlirsə gəlsin, öz reaksiyalarını özü seçməkdə azad olan bir insan olmaqdır. Beləliklə, bütün bu məlumatlardan sonra son sual yenə sənə ünvanlanır. Bu böyük oyunda kim olacaqsan? Başqalarının iradəsi ilə hərəkət edən bir oyuncaq, yoxsa öz gedişlərini edən bir oyunçu? Seçim sənindir.